Sizi də verilişimizə görməyə çox şadam. Və verilişimizin as müğənnisidir. Suallarımız olacaq, ümid edirik yumorsuz. Sual deyəndə 4 dənə kişi birləşəcəksiniz, bir dənə balaca qızın üstünə düşəcəksiniz. Yox, yox. Mən pas, mən. Başlaya bilərik. Baxmısınız, veriliş xoşunuza gəlib mi? Əlbəttə ki, xoşuma gəlir. Harada Tahir var, Caba var, sən varsan, Fərdə var, elə bir şey ola bilər ki, xoşuma gəlməsin. Xoşa gəldi, xoşuma gəldi. Gözüm qanlı. Sualları keçirəm birbaşa. Və təbii ki, bu sualları sizə... Gəlsin. Daqada, duqada, duqada, daq. Duqada, daqada, duqada, daq. Birinci sualda o. Birinci sualımız var. Azərbaycanda... Bəs onda... Sualın cavabı aydındır. Keç növbəti suala. Brilliant xanım, sigaretlə bağlı, sigaretə yox deyək də bir kampaniya elədiniz Azərbaycanda. Sən hə deyirsən? Mən sigaretə yox deyirəm, mən Sən də yox deyirsən, əlbəttə. Mən sigaret çəkməyələrdi, məndən da nə olmuşdu? Burada hamınız yox deyirsiniz. Tahir, Bəli. sigaretə Xeyr. yox deyirsən. Mən boksa hə deyirəm. İdmana hə deyirəm. Aferin. Mən hələ fikirləşirəm deyə çəkirəm, hələ fikirləşirəm. Yəni fikir qalmışam edirsən, belə. fikir çəkirsən, sigaret Yox, çəkirsən. bunu fikirləşirəm. Hə deyim, yox deyim, o arada çəkirəm yəni. Hələ ki yox deməlisənə. Sən Mən cavab. sigaretə heç nə demirəm, onsuz da başa düşmür məni. Başı salmaq oldu. Ən azından bayatlılar 24-25 ildir artıq dünyada. Vallahi deyirəm, fransızlar onu ifa elədi. Mən çox sevindim və biz həmişə kimdən sənəsə götürmüşük də, olur türk müğənnilərin mahnısını. Amma sizin ifanızda bu mahnı dünyaya yayıldı. Buna görə... Sizin Aksu bizim mahnımızı götürdü. Çox təəssüf ki, anonim yazılmışdı. Çox Amma sən əsəbləşdim. ancaq fransızlar oxuyanda sevindin. Yox. O ancaq fransız dilini bilir. London, Paris mahnısı oxumusunuz. Mən maraqlandım. Mahnını oxumağınıza Paris, səbəb Paris, London. Cahat oğlunuz, idmançıdır özü, şəkillərinə baxdım. Cahat bir qız sevir, o qız... Sevib. Sevib, bilirəm, Sevib. qorular getməyək, ardıcılıqla yedim. Paris, London, o qız orada. Hətta mahnının sözlərini təyyarədə yazmışsınız özünüz. Bəli. Üzünüzü elə yazmışsınız. Aferin, bilirsən, Bu mən yaxınlarda baxdım. studiyada sizin ifanızda bir mahnı eşitdim. O qıza aid eləyibsiniz də o mahnını, Paris, London. Yox, mən Cəhad dedi ki, biz söhbət elədik. O qızdan danışdı. Dedim, o qızı tuta bilməyəcəksiniz. Yəni, sən Bakıda olanda o gah Parisdə olur, gah Londonda. O Bakıda olanda sən Türkiyədə olursan, ona görə bu dedim düz gəlməyəcək. Sizi Bəs mahnı ona mı aid eləmişsiniz? Hə, o da dedi ki, Parisi, Londonu dağırdacam bir gün. Ona görə mənim də Axundovun Dərviş Parisi dağırdır yadıma düşdü. Mən də yazdım bunu. Bu yaxınlarda sizin studiyada hələ efirə çıxmayan bir mahnınızı dinlədim. Kürdəmir Akstapa. Cahat nəsə yerli bir xanıma gözləyir. Bəxtəvər olaram vallahi Kürdəmir Akstapa olsa bu səfər də Kürdəmir Akstapa yazarım. Formada qalmağınızla bağlı da, bugünkü gün səhnəmizdə olan amma uzaqdan Atapleniyaya oxşayan xanımlara nə deyə bilərsiniz? 3-4 kəlmə ilə nə etməlidirlər yəni səhnədə? Atapleniya. İstədim tərcümə eləyib radiator deyəm, yadıma düşdü radiator deyirlər rusca. Mən yorulmuşam bunlardan. Facebookda yazmaqdan yorulmuşam. Danışmaqdan yorulmuşam, radioda, televiziyada. Qulaq asan, qulaq asır, qulaq asmayan olsa qulaq asmır. Yəni valla onlar Nə yəni sizə baxmırlar. Əlbəttə ki, bax, bütün nəfsləri Allah Teala bizdən aşağı. Nənəm nə deyirdi? Qarın səndən aşağıdır, yuxarıdır. Bütün nəfslər bizdən aşağıdadır. Yəni olan hamısı biz kontrol edə bilərik. O da buradadır. Eləmək lazım. Yəqin Çox gözəl bir cavab idi. Brilliant xanım, siz bura biz bilirik ki, bu salondan gəlirsiniz də, gözəllik salonundan. Və biz bilirik ki, Mən İstanbuldan gəlirəm. İstanbuldan siz təyyarəyə oturub, havalimanından getmişsiniz. Birbaşa gözəllik salonuna, oradan da gəlmişsiniz bizim verilişə. Biz buna görə təyyarədə sizə... yata da bilmədim. Çünki bir dostumu gördüm, əlbəttə söhbət elədik. Çünki İstanbulda bəzərsiniz. Əslində mən istəyirdim təyyarədə yatım. Mən elə bildim təyyarədə yeni mahnı yazırdınız yenə. Yox, sizə gəlirdim deyə dedim yatım. Çünki yuxu yeməkdən də, idmandan da birinci yuxudur. İnsan əlbəttə biz səhnə adamlarıyıq, o enerjini yuxudan almalıyıq. Yox, mən bir sənizlə nə qaranlıq çatdı. Sonra hörmətini eləyərəm. Və bu gözəllik salonunda yəqin ki, çatdırmadınız da bu manikürü
barmaqlarınızın hamısını bir rəngdə boyayasınız. Yoxsa bu yeni dəbdir belə? Sözün düzü, bu bir neçə müddət bundan əvvəl deməli mən bir əlimi belə elətdirdim. Dedim ki, yox, bunu da bu rəng istəyirəm. Yaxşı, bu rəng qalsın, bu rəng qalsın. Sonra dedim ikisi də bu qalsın, elə də qaldı. Bəzi yerlərdə yazırlar ki, Brilliant xanım belə vardı, belə vardı. Adam gözü yatırır yerlər. Brilliant xanım, əziz tamaşaçılar, əziz jurnalistlər, varlı deyil. Onun yəni nəyi var? Bir dənə şəhərin mərkəzində evi var, bir dənə böyük bir bağ evi var, içində heykəlinə kimi bahalı maşını var. Adam bəzənməyə buradan İstanbula gedir və Azərbaycanda verilişə gəlməmişdən və gedib İstanbulda bəzənmiş gəlir. Təyyarənin nəyi var? Varlı mənəm, kredit içində batıram. Bu adam kasıbdır. Mükafat almağa geldim. Ay sağ ol. danışın, Nəyi zəhmət var? olmasa. Kasıb adamdır. Nə mükafatı idi bir bilək. Mükafat Türk Müzik Birliği'nin mükafatıydı. Təbrik edirik. Yəni bunu bizdə çox şad oldum. Təbrik edirəm. Bəyəndiniz siz? Brilliant xanımın özəl olaraq qulaq asdığı müğənni var Azərbaycanda. Maşınında, evində, telefonunda. Aha. Hə. Şok açıqlama Hə, yəni. çox maraqlıdır bu. Çox həqiqətən. Qulaq maraqlıdır. astığım var əlbəttə ki. Məsələn üçün Eyyuba mən qulaq asıram. Gözəl. Gözəl. Çox hətta məni ağlada bilər Eyyub. İndi deyəcəksiniz yerbazlıq məsələsi deyirəm. Ha, eyni bölgədənsiz mənim. Hə, eyni bölgədənik. Bakı, ay. O bölgə var bir də. Sovetski də. Kim var Bakılı? Sevirəm. Məsələn üçün məni saz ağladır. Mən neçə dəfə ad günlərimdə mən otağa Mən də saz ağladır. Mən uşaqlıqda atam sazla döyürdü, həmişə elə ağlayırdı. Və sizi kim qıcıqlandırır? Kimin ifası sizi qıcıq verir? Çoxdur. Onu saysam gərək üçün verilişimiz bir 200 gün olsun. Elə çoxdur. Həddindən artıq çoxdur. Çünki musiqidən xəbəri olmayıb, musiqiyə başını, burnunu soxan çoxdur. Ona görə məni çox qıcıqlandırır. Qıcıqlandırır çünki istəyirəm deyim, Amma xahiş edirəm, işitmirsən, nə buna- oxuyursan. Bax, Brilliant xanım. Danışmırsınız da siz vaxtında danışsaz, onların cavabını versəz, sağ olun. bu cür bayağı müğənnilər peyda olmaz. Mən düşünürəm ki, cinayət elə yerində öz cəzasını almalıdır. Cəzasını siz verməlisiniz. Sizin kimi müğənniləriniz. Elə deyil əziz dostlar. Elədir. İş ondadır ki, danışmaqdan keçib, Tahir. Danışmaqdan keçib. Çünki bir atalar məsələ var. Deyir, meçidin qapısı açıq olar, itin həyasına nə gəlib? İndi bu dəqiqə televizorlar açıqdır. Televiziyalar, biraz pulun varsa, radiolar, televiziyalar, biraz da DJ aparıcıların, bəzi aparıcıların əlbəttə cibinə 5-10 manat bassan, orada sənin mahnılarını göylərə qaldıra bilər. Amma deyir, o itin həyasına nə gəlib? Yəni, insan özünə nə gəlib ki, duymursa əgər ki, oxuya bilmir. Valla oyunların birini gördüm. Söhbət edirdi. Həqiqətən söhbət edirdi. Bunu oxumaq başqa şeydir. Kimsə Yəni yəqin deyib ki, söhbət et. Yəni, mən tezə başlayanda da mənim baxdım elə gətirib ki, məni çəkə-çəkə, darta-darta müğənni eləyiblər. Sizin Yəni, adınız gəl elə oxu, puldur gəl da. oxu, gəl oxu deyə böylər. Cavanşir Quliyev olsun, Akif Samzadə, Rafiq Babayev rəhmətli, ondan sonra Eldar Mansurov, Faiq Tücədinov. Yəni, bu insanlar məni məcbur eləyə-eləyə səhnəyə çıxardılar ki, sən oxumalısan. İndi nə qədər deyirlər ki, səhnədən düşmək. İndi nə qədər deyirlər düşür də bilmirlər mən səhnədən. Mənə sual Elməttin, verin. çox biabırsan. sənin rubrikanın adını dəyişək elə elmi publisistik rubrika və onun aparıcıları. Maşallah, biri-birindən rəhli suallar Məşhur musiqişünas Elməttin Cəfərov. Üzr istəyirəm. Tarix elmləri doktoru Fərda Məni görüb Amin. matları, qutları quruyub. Sağ ol. Nə üçün mənə sual zad vermirlər? Başa düşə bilmirlər. Mən də bilmirəm bunlar. Ya bunlar məni çox istəyirlər, sataşa bilmirlər. Bunların da İnan işi ki, gücü elədir. anca cəmaata Normalda Tahir inan sataşmaqdır. suallar Mən verərdi. sadəcə bütün dediklərinizə bir əlavə edə bilərəm ki, harda istəyirlər oxusunlar, nə istəyirlər oxusunlar, hansı mahnı istəyirlər oxusunlar, əsas odur ki, qiymət oxumasınlar. Qiymət oxuması. Bəli, mənim arzum budur. Brilliant xanım, Niyə? bax mən belə bir Niyə şey qiymət? Yox, bir dəqiqə deyən görüm. Tahir, niyə qiymət oxuması? Yox, bayağı müğənnilərdən gedir. Hə, söhbət. bax müğənni. Ya bu ümumiyyətlə bir zarafat idi. Görünür zarafatım alınmadı. Nə isə. Yox, verməsinlər, verməsinlər. Bir dənə sual verim. Yəni biraz yumorla yanaşaq, tam da elə ciddi getməyək. Doğrudan mən Bax mən deyək ki, balıq tutdum. Bir dənə qızıl balıq tutdum. Verdim sizə Brilliant xanım. Buyurun.
3 dənə diləyinizi deyin. Məndə o bəxt hardan? Səndə o bəxt yoxdur, mən tuturam da onu yürüdürəm. Mən deməsəm. Sən Mən tutub tutdum qızıl verəsən. balığı, verdim Brilliant xanım. Buyurun 3 dənə diləyinizi deyin. 3 dənə diləklik də yer var. Deyim, hə, 3 dənə bir, diləyimi. Bir. Yox, sən sayma da, deyə özüm sayaram. 3 dənə, 3 dənə. Hesab eləyə Balıq bilmirəm ya. intihar eləməsin. 3 dənə deyil. Hesab eləyə bilmirəm. Deməli, istəyərdim ki... Birinci arzu. Birinci istəyərdim ki, əlbəttə, estrada musiqisi Aha. Azərbaycanda ikinci plana keçməsin. Sonra istəyərdim bir dənə Bentley, bir də istəyərdim bir dənə bir sırğa var, onu ala bilməmişəm özümə, onu istəyərdim. Bu bir. Balığın ürəyi deyəndə. Balığın ürəyi. Balıq getdi. Yəni 3 oldu. Yəni 3 dənə oldu. Yox, 3 dənə yox, bu birdir. O nə deməkdir? Balıq Bir. Paketlə, paket. birdən sonra balıq nə Paket xadı oldu, halında. quru balıq. Artıq görürəm. Paket halında təqdim eləyirəm də. Arzularım çoxdur axı. Yaxşı, yəni mən bir sən nə edirəm? Mən əslində 3 dənə dedim. İndi bilirsiniz o balığı tutsam mən vermərəm sizə də, bilirsiniz də. Əlbəttə ki, verməzsən bilirəm. Sizə niyə? Çörək verən yaddan 3 dənə arzu dediniz. İçində bir dənə Elmətdən adını çəkdiniz. Bu balığı verən oğlan içində falan şey olsun. Deyəndə ikinci Özünüzdə- var eləmdə. Bu paket dediniz. Yox, 3 dənə dedim, o 1. Düzünü deyin. O 3 dənə içində mən var idim. Yox, ikincidə deyəcəkdim İkincide də sənə. var, tam Deyəcəkdim sənmi? ki, bunu mənə tutub verən Oğlanı oğlana. içəri sroka yolla. Ona bir də balıq qismət eləmə. Əlaqa dolaşmasın. Gəlib zəhləmi töyməsin ki, bəs mənim haqqım var. Və sonluqda bizim bir rubrikamız var, bir foto sərgimiz var, belə deyim, artıq sərgi halına gəlib çıxıb. Cabir İmanov hər həftə verilişimizin sonunda... Çarpı öncə bax. Cabir İmanov, düzdür? Bəli. Tahir sən. Çox gözəl verilişimizin, bugünkü verilişimizin yəni uyğun bir şəkil hazırlayıb. Buyurun baxaq. Gəlin baxaq. Bakıdığım yüreğim, çiçeği açır dileğim. Sen olursan göreyim, sevirem seni. Sıvı ele tak kulağına, kimseni salma kucağına. Gelirim özüm ayağına, sevirem seni. Yeter gelsin her yan, tutmayacak sanki dünya. Haram eyleme bana bu sevdanı, sevirem seni ben. Yeter gelsin her yan, tutmayacak sanki dünya. Sevirem, sevirem, seni sevirem. Ateşi yandırıp yandırıp yakarım, gözünü
Civan